Bugün sizə elə bir idmançıdan danışacağım ki, onun etdiyini dünyada heç kim bacarmayıb. Dünyanın ən yaşlı professional futbolçusu ilə tanış olun. Kazuyoshi Miura. Təsəvvür edin, bu adam 1967-ci il təvəllüddür. Hazırda 59 yaşı var və o, hələ də rəsmi, professional liqalarda gənc futbolçulara qarşı 90 dəqiqə mübarizə aparır. Bu, futbolda qocalmağı qəbul etməyən, Guinness Rekordlar kitabına adını yazdırmış bir canlının hekayəsidir. Bu videoda dünyanın ən yaşlı futbolçusunun ağlasığmaz həyatına baxacaq və onun bu yaşda necə sağ qaldığının sirrini öyrənəcəyik. Kanala abunə olun, başlayaq. Gəlin reallığa baxaq. Bugün futbolda 35-36 yaşlı oyunculara artıq karyerasının sonuna gəlib gözü ilə baxırlar. Dünyanın ən yaxşıları belə 38-40 yaşında ya karyerasını bitirir, ya da ərəb ölkələrinə yollanırlar. Amma Kral Kazu ləqəbli bu Yapon futbolçu qaydaları alt-üst etdi. O, meydana çıxanda rəqib komandadakı futbolçuların çoxunun nəinki özləri, hətta valideynləri belə hələ doğulmamışdı. O, komanda yoldaşlarının atası, bəzən isə babası yaşındadır. Amma buna baxmayaraq, o, hələ də professional müqavilə imzalayır, hələ də yaşıl meydana çıxır və hamıdan çox qaçır. O, futbol dünyasının yaşayan ən böyük anomaliyasıdır. Miura sadəcə meydanda gəzmək üçün müqavilə imzalamır. O, həm də dünya futbol tarixinin qol vuran ən yaşlı professional futbolçusudur. Onun vurduğu hər bir qol, meydana çıxdığı hər bir dəqiqə dünya rekordu kimi tarixə düşür. Bəs bir insan 60 yaşa pillə-pillə yaxınlaşdığı bir vaxtda necə gənc bir atletin fiziki formasında qala bilər? Onun sirri nədir? Bunun arxasında hərbi rejim dayanır. Kazu hər gün səhər saat 05:00-da oyanır. Onun bədənindəki pi faizi 20 yaşlı gənclər kimidir. O, xüsusi diyetologlar, fərdi məşqçilər ordusu ilə çalışır və hər gün öz bədənini yenidən inşa edir. Çünki o bilir ki, dünyanın ən yaşlısı olmaq böyük məsuliyyətdir. Onun bu inadkarlığı sadəcə Yaponiyada qalmır. O, 56 yaşında olanda Avropaya, Portuqaliyanın Oliveirense klubuna transfer olunaraq bütün dünya mediasının gündəmini zəbt etdi. Avropalı jurnalistlər təəccüblə yazırdılar. Bu yaşda bir insan necə professional liqada oynaya bilər? Amma Miura meydana çıxdı, mübarizə apardı və maçın ən yaxşı oyuncusu mükafatını belə qazandı. O, futbola o qədər aşiqdir ki, bir müsahibəsində jurnalistin nə vaxt futbolu buraxacaqsınız sualına, məncə mən elə meydandaca öləcəm, futbolu heç vaxt buraxmayacam deyə cavab vermişdi. Kazuyoshi Miura bizə sübut edir ki, insanın qarşısında heç bir limit yoxdur. Yaş sadəcə pasportdakı bir rəqəmdir. Əgər bir işə ruhunuzu verirsinizsə, dünya sizin qarşınızda baş əyər, eynilə Kral Kazunun qarşısında baş əydiyi kimi. Dostlar, sizcə dünyanın ən yaşlı futbolçusu neçə yaşına qədər oynamağa davam edəcək? O, 65 yaşında da meydanda ola bilərmi? Fikirlərinizi mütləq şərhlərdə yazın. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti maraqlı videolarda görüşənədək.